Salamlar, yeni bir vlogla qarşınızdayım. Sizcə hara gedirik? Şəkil şəkil, igidlər oynağı, şəkil şəkil, ömrümün dövrağı, şəkil şəkil, igidlər oynağı, şəkil şəkil. Burada deyəsən overthink vaxtım gəlib, həyatı sorğuluyorum niyəsə. Nəysə, əvvəllər yol gedəndə zövqümüzcə olan mahnılara qulaq asaraq, oxuyaraq gedirdik, amma indi uşağın zövqündə olan mahnılara qulaq asırıq məcburən. Amma uşaqla yol getməyin ayrı ləzzəti var, analar məni başa düşər. Və çatırıq mənim doğma məkanıma, Ağdaş rayonu. Mən Ağdaşlıyam əslində. Yəni valideynlərin hər ikisi Ağdaşlıdır, üstəlik də qohumdular. Yol daha tez keçsin deyə kitab götürmüşdüm, biraz kitab oxudum, biraz yedik, içdik. Biz əslində həmişə Qəbələ İsmayıllı yolundan gedirik, çünki ora həm qısadır, həm də maraqlıdır ən azından. Amma bu dəfə hava şəraitinə görə, yəni yolların buz bağlamasına görə Kürdəmir yolundan getdik. O da çox sıxıcı və çox uzundur. Ona görə bitmək bilmir sanki yol. Və nəhayət ki çatdıq. Mən Şəkini həqiqətən çox bəyənirəm. Əvvəllər evlənmədən öncə heç vaxt olmamışdım Şəkidə və həmişə arzulayırdım ki, görəsən nə vaxt gedə biləcəm Şəkiyə. Və qismət elə gətirdi ki, indi tez-tez Şəkiyə gələ bilirəm. Əslində Şəkiyə qartop oynamaqdan ötürü gəlirdim, çünki qəşəng qar yağmışdı, amma burada gün çıxıb mənim bəxtimdən. Çox soyuqdur. Evin içine kuşkayla anlattırmış o ismini. Tapıyan qız mənə gözüm. Yaxşı olacaq. Öz keyfindədir. Elə yeni çatmışdıq ki, yoldaşımın əmisi qızı mesaj yazdı ki, durun gəlin bizə, çünki ev elə soyuqdur yəqin ki, ev isinənə kimi gəlin bizdə oturaq. Biz də təbii ki, dünəndən razı. Bütün istilikləri evdə qoşub gəldik qonaq. Evlər çox yaxın olduğu üçün, yəni Şəkiyə gələndə ilk onların xəbəri olur. Bizim üçün gözəl belə bir süfrə açmışdılar. Çox sağ olsunlar. Buradan hər birinə bir daha təşəkkür edirəm. Həmişə çox istəmişəm ki, akvarium olsun evdə və balıqlara baxım. Amma deyirlər ki, çox yəni əziyyətli, çətin işdir biraz. Mən də tənbəl biri olaraq bu fikrimdən də daşındım. Çaylarımızı içib isindik. Oradan buradan söhbət, muhabbət. O sırada baldızım zəng vurdu. O da özü Bakıda olsa da ürəyi bizlə idi. Yeri məlum, gələn dəfə inşallah bir yerdə gedərik. Bu da şirin pişikləri. Pişiyin 2 adı var. Biri Fidandır, biri də Daisy. Çaylarımızı içdik. İndi növbə gəldi yeməyə. Rəsmiyə gəlin bacı sağ olsun, bilib ki biz gələcəyik və aş dəmləmişdi. Yəni çox dadlıydı. Aşın dadı elə də damağımdadır. Yəni mədəm doymuşdu, amma gözüm doymurdu həqiqətən aşdan. Əllərinə sağlıq, çox sağ olsun. Buradan ona da təşəkkür edirəm. Öpürəm onu çoxlu. Süfrələri hər zaman açıq olsun inşallah. Qohumluq əlaqələrin olması məncə yəni çox gözəl bir şeydir. Məsələn, bir yerdə toplaşmaq, deyib gülmək, danışmaq, keçmişdən, gələcəkdən, yəni maraqlı söhbətlər eşitmək, maraqlı söhbətlər etmək, yəni çox gözəl insana təsir bağışlayır. Tək həmişə yaxşı günlər olsun, amma yəni istər yaxşı gündə, istər pis gündə məncə insanı ən çox dəstək olan elə yaxın qohumlar olur. Məsələn, mənim videolarımı izləyib mənə dəstək olanların 90% qohumlarımdır. Ona görə də hər birindən buradan təşəkkürümü bildirirəm. İstər izləyənlər olsun, istər izləməyənlər olsun, bütün qohumlarımı salamlayıram və sizdən maksimum dəstək gözləyirəm. Ala, attım. Hoppa. Salamlar bir daha hər kəsə. Deməli Şəkidəyik bildiyiniz kimi və indi gəzməyə getməyə hazırlaşırıq. Dedim ki, hazırlaşma videosunu da çəkim. Make-up videosu, düzdür, make-upda yəni çox da başarılı deyiləm, yəni. Ona görə çox da bir şey gözləməyin. Bu yaxınlarda Şəkiyə çox qəşəng qar yağmışdı. Düz deyilənə görə ən çox yəni dağ, ətəyi, dağlıq tərəflərə yağır, yuxarı tərəflərə belə deyil. Biz olduğumuz yerdə yoxdur. Amma ən azından qar görmək həvəsindən gəlmişdim. Təəssüf ki, mən gələndən gün çıxıb burada. İndi biraz yuxarı tərəflərə gedəcəkdik, görək orada varsa bu ilin ilk qarını görək. Həm dərim qurudu, ona görə bu 2 qat nəmləndirirəm dərimi. Bu nəmləndirici kremdir. İlk öncə bununla nəmləndirdim. Bunu da
Flormarındır. Bunu mən Trendyoldan sifariş vermişəm. Deməli, bir dəfə bir məhsul almışdım və o defektə çıxmışdı. Onu problemini bildirəndə mənə 5 manatlıq kupon verdilər. Məbləği yəni tam qaytarmadılar. 5 manatlıq kupon verdilər. Onda da bu 4 manat neçəsə qəpiyə düşmüşdü. İstifadə etməmişdim heç vaxt və sınamaq üçün elə belə nəmləndirici kimi bunu sifariş verdim. O qədər gözəldir ki, həqiqətən makyaj üzdə çox gözəl qalır və birincini bitirəndən sonra daha 2 dənə sifariş verdim. Öz qiyməti deyəsən 8 manat neçəsə qəpik idi. Mən endirmə düşən vaxtlarda almışam. Üzümü nəmləndirdim. O biraz özünə gələnə kimi mən bir dənə paltarımı dəyişim gəlirəm. Bunu dəyişdim, gəldim. Bunu mən Temudan sifariş vermişdim. Amma yəni bu dərəcə keyfiyyətli bir şey gələcəyini düşünmürdüm. Çox yumşaqdır və istidir. Ona görə bunu tez-tez əlimdə görə biləcəksiniz qış boyunca. Bu da çox bəyəndiyim və yəqin ki, uzun müddət dəyişməyəcəyim məhsullardan biridir. Gallier markasından belə bir tonalinidir. Örtücülük yəni mükəmməldir, indi də görəcəksiniz. Dəyişməyi də düşünmürəm uzun müddət. Bitən kimi gedib tələsini alıram. Nömrəsi 514-dür məndə. Əslində makyaj etməyi çox da sevmirəm, çünki makyajda gəzəndə üzümdə artıq nəsə varmış kimi hiss edirəm və bu mənə diskomfort hissi yaradır. Məndən olsa yəni hər yerə, hər gün makyajsız gedərəm. Amma bir tərəfdən də təbii ki, baxımlı olmaq lazımdır. Ona görə elə yerlər var ki, ora makyaj etmək lazımdır. Otağın işığı biraz qaranlıqdır. İnşallah ki, işığı çıxanda çox da abartılı bir makyaj olmaz. Mən hətta toy bayram olanda da yəni salona getməkdənsə özüm makyaj etməyi üstün tuturam. Çünki salonda nə qədər desən də ki, sadə bir makyaj, yenə də bir ton tonalini və bir ton fərqli kosmetik vasitələrdən istifadə edirlər və bu insanın üzündə həqiqətən ağırlıq hissi yaradır. Lollis blush. Mən əllikdən ten əvəzilə istifadə edirəm. Bir də ten vurmağa ehtiyac olmur. Karanlaşım. Lollis. Fikirlərim çox tünd düşür, yəni tünd rəng, amma elə də tünd deyil. Tujum universitet illərindən bəri istifadə elədiyim Isadora Big Bold'dur, yəni çox bəyənirəm. Kran effekti niyə belədir bilmirəm. Bunu da necə olub kəşf eləmişdim. Deməli, universitet vaxtı, yeni il ərəfəsi idi. Qrup yoldaşlarımız arasında, yəni yaxın olduğum qızlar var idi, belə kurğumuz deyək. Dedik ki, gəlin bir-birimizə hədiyyə alaq. Və mənə bir rəfiqəm düşdü, adaşımdır. Bu arada onu salamlayıram. Və o tuj istəmişdi. Getdim, mən də o vaxt Ador deyildi, ideal idi. İdealdan bir tuj aldım bunu. Və 1+1 kampaniyası var idi. Biri alanı, biri də hədiyyə. Birini aldım, onun üçün birinin üstündə hədiyyə verdim. Onu da özümə götürdüm. Və ondan bəri ondan vazgeçə bilmirəm. Düz bunun da artıq dibində qalıb, yəni sonudur. Yenisini almalıyam. Fərq. Bir də Gallier'in tujunu istifadə eləmişəm. O bayaqki tonalinin tujunu, o da çox qəşəngdir. O dən-dənə yeyir adamın kirpiklərini, amma uzadır. Bu isə biraz qalın görüntü verir. Mən dəfə mütləq yaxşı bir işıqlandırmada eləyəcəm makyajı. Çünki belə baxıram ki, çox bərbad bir şey görünür, amma əslində elə deyil. Təsəlli.com. Makyajımız bitdi. İndi biz çıxaq. Ora getdiyimiz yerlərdən də kadrlar çəkəcəm. Hələlik.
taraf çəkir o? Güzəlim doldu. Sonra isə gəldik yolüstü Ələhmət Şirniyyat evinə. Bura Şəkinin ən məşhur şirniyyat evlərindən biridir. Hətta bəlkə də birincisidir. Şəkiyə məxsus şirniyyatlardan əlavə başqa şirniyyatlar da tapmaq mümkün idi burada. Yemək qalsın bir yana, adam baxanda artıq bir neçə kilo kökəlirdi. Ümumiyyətlə mən nə vaxt desəm ki, sabahdan şirniyyatı azaldıram. Səhər üstü gündən də mən şirniyyatın bolluğuna düşürəm və diyeta falan hamısı unudulub gedir. Siz bir bunların gözəlliğinə baxın və məni çox yaxşı başa düşəcəksiniz. Getdik, gəzdik, gəldik. Ələhmətdən belə bir tort aldıq gəlin bacıgil üçün. Gedirik indi onlarda çay içməyə. Biz bura gələndə ümumiyyətlə belə yaxın olduğumuz üçün aramızda bir dənə belə qapı var. Ona görə tez-tez bir-birimizə gedib gəlirik. Belə gedib tatlı yiyelim, tatlı konuşalım. Öz aldığımız tortu da özümüz yemədən getmirik təbii ki. Günərə də buradan çox-çox təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, videonu izləyəcək. Çünki hər dəfə gedəndə əziyyətimizi çəkir, əziyyət veriyor ona. Çox sağ olsun hər şey üçün. Eyni zamanda da dırnaq ustası da Şəkidə gedənlər mütləq getsinlər. Dırnaqlarını düzəltdirmək üçün, yəni çox gözəl sərgəli işləri var. Qaynanamı da gözəlləşdirdi, sağ olsun. Yemək vaxtı yenə evə gitməyə qoymadılar. Biz də evdəki yemək xarab olmasın deyə gətirdik. Elə orada birlikdə yeməklərin ikisini qarışdırıb birlikdə yedik. Bacardığımdan da kömək eləməyə çalışdım. Çünki yəni ayıbdır bütün işi ev yiyəsinin üstünə yıxmaq. Sonra süfrəmizi açdıq və nuş elədik. Allah hər kəsin süfrəsini açıq eləsin inşallah. Bu da eltişkalardır. Yeyib içəndən sonra indi yığışdırmaq vaxtıdır. Yeyib içəndən sonra vaxtı daha əyləncəli keçirmək üçün domino oynamaq qərarına gəldilər. Düz mənim çox da başım çıxmır. Bir əl oynadım. Onda da təsəvvür edin ki, əlimdə 30 xal ola-ola oyunu bağladım. Mən də elə kişi sevinirəm ki, oyunu mən bağlamışam. Və beləliklə gördüyünüz kimi 2 günlük Şəki macəramız da belə bitdi. Ümid edirəm ki, videonu bəyəndiniz. Bir xahişim olacaq. Dəstək və motivasiya üçün videonu bəyənməyi, rəy yazmağı və kanala abunə olmağı unutmayın. Xahiş edirəm. Növbəti videolarda görüşərik. Bay bay.